Salam, bu videoda belə bir suala baxacağıq. Sualın şərtində deyilir ki, A bərabərdir 2026-cı dərəcədən kökün altında 2026 olarsa, aşağıdakı ədədlərdən hansı daha böyükdür? Birinci ifadə yoxsa 2026. Sualın əlinə keçməmişdən və qeyd etmək istəyərdim ki, Respublika Fənn Olimpiadalarına hazırlaşmaq istəyən şagirdlər ekranda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər. İndi isə gəlin sualın şərtinə keçək. Deməli uşaqlar, bu sualı həll etmək üçün mən sualın həllinə, yəni nəticəyə tərsdən gələcəm. Demək istədiyim nədir? Birinci qeyd etmək istəyirəm ki, A bərabərdir 2026-cı dərəcədən kökün altında 2026 ədədi təbii ki, 2026-dan daha kiçikdir. Düzdür? 2026-dan. İndi A üstü A ədədinə baxacağam. Uşaqlar, buradakı A-nın əvəzinə 2026-cı dərəcədən kökün altında 2026 yazsam və yuxarıdakı A-nı da olduğu kimi yazsam və uşaqlar, bu ifadənin təbii ki, 2026 üstü 2026-da 1 olduğu məlum məsələdir. Yəni, bu ifadədə olacaq 2026 üstü A bölünsün 2026. Düzdür? Uşaqlar, birinci halda qeyd etmişdik ki, A ədədi 2026-dan kiçikdir. Onda A bölünsün 2026 ədədi də 1-dən kiçik olacaq və bu kiçik olacaq 2026 üstü 1-dən. Yəni 2026-dan. Eyni qayda ilə biz A üstü A ədədinə baxsaq və A-nın əvəzinə yenidən 2026-cı dərəcədən kökün altında 2026 yazsaq, A üstü A və bu ədədi də yenidən 2026 üstü 2026-da 1 kimi yazsaq, ifadə olacaq 2026 üstü A bölünsün 2026. Və uşaqlar, ikinci halda biz qeyd etdik ki, A üstü A kiçikdir 2026-dan. Deməli, A üstü A bölünsün 2026-da kiçik olacaq 1-dən. Yəni, bu ifadə kiçik olacaq 2026 üstü 1-dən. Yəni, 2026-dan. Və uşaqlar, eyni qayda ilə 4 dənə A versiyası da 2026-dan, 5 dənə A versiyası da 2026-dan və 2026 dənə A versiyası da 2026-dan kiçik olacaq. Bu o deməkdir ki, 2026 bu ifadədən böyükdür. Sağ olun.